Bir nəfər yazıb ki, salam, siz çox savadlısınız. Elə bildim savadsız yazıb. Hər resepti düz deyirsiniz. İnsanlara böyük və yaxşılıqlar edirsiniz. Allah əvəzini versin. Mənim xalama kömək edibsiz. Allah cavab versin. Çox gözəl, əla. Valla tanımadım heç, xalanız da yadım. Çünki o qədər insana mən bacardığım qədər yardım edirəm ki, yadımdan çıxır. Belə indi mən burada Allah üçün paylaşıram, insanlar götürsün eləsin. Amma kim ki fərdi mən siz necə deyir ki, məndən fərdi məşğul ol da. Mən tam proqramı başa sal. Artıq mən gəlib 1 saat, yarım 2 saat danışam. Mən də enerjim gedir. Onda da mən bir miqdar pul alıram. Yəni kim istəyir belə, kim istəyir mən Allah üçün paylaşmışam. Girsin orada, götürsün, istifadə eləsin. Baxın da orada görün neçə, yəni ki, yüzlərlə, minlərlə insan sağalır. Oradan səbirlə baxırlar, eləyirlər. Heç mən istəmirəm, mən narahat eləsin insanlar. Mən istəyirəm ki, özlərini sağaltsınlar. O ki, kimsə deyib mənə dirəşir ki, yox, sən mənə sağaltmalısan, mənə tam proqramı izah eləməlisən, sağlam həyat tərzini izah eləməlisən. Onda ki, mən də bu gecəmi gündüzümə qatıq bu proqramı öyrənmişəm. Ağzımdan laxta-laxta qan tökülə-tökülə. Ağızyağı xərçəngi, hamı bilir. Ağızyağı xərçəngi elədir ki, ağızyağı sıradan çıxarır. Parça-parça eləyir ciyəri, şişlər. Ağzımdan laxta-laxta qan tökülə-tökülə mən yəni Allahın izni ilə bəzi şeyləri öyrəndim və kimyoterapiya yanaşı olaraq çox şeydə bütün vasitələrdən istifadə elədim ki, sağalım. Belə.